Şərur rayonunun Arpaçay kəndində uzun illərdir böyürtkən yetişdirilir. Rayonun əlverişli torpaq iqlim şəraiti bu bitkinin becərilməsi üçün münasib imkanlar yaradır. Vaxtında və aqrotexniki qaydalara uyğun aparılan becərmə işləri isə məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Böyürtkən yığımı əsasən səhər və axşam saatlarında həyata keçirilir. İstanbulda top yapı var, oradan şərab almışam. Yatırmışam, burada salmışam, hələ artırmışam. Bütün kətləri də tingəzənlə satmışam, böyürtkəni də satmışam. 94-95-dən əkmişəm. Hər illər ki, bunu bir dəyə, iki dəyə belə dərman səpsən ki, qutlanmasın da. Ondan sonra məhsulun yerdən qutardın, köynə qanatlarının hamısını vurursun, təzələr qalır. Gələcəyə o təzələr gətirir. Məhsulu 100 olur, 150 olur, 200 olur. Toplanan məhsul çeşidlənərək satış üçün hazırlanır. Məhsul əsasən Şərurla yanaşı Naxçıvan şəhər bazarlarına da göndərilir. Keyfiyyətli məhsulu olan yüksək tələbat isə satış prosesinə müsbət təsir göstərir. Mütəxəssislər bildirirlər ki, böyürtkənin yüksək məhsuldarlıq verməsi üçün tinq seçiminə, əkin sahəsinin düzgün müəyyənləşdirilməsinə və aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Onların sözlərinə görə bu bitki ev şəraitində uğurla becərilə bilər. Böyürtkən ev şəraitində becərmək üçün tikansız sortlar seçilməlidir, tinkləri yaxşı torpağa əkilməlidir və müntəzəm suvarılmalıdır. Günəşli yerdə əkilməli, gün ərzində 6-8 saat gün görməlidir. Yaz-yay aylarında müntəzəm gübrələnməli, payız aylarında köhnə zoğla budanmalı, növbəti mövsüm üçün hazır vəziyyətə gətirilməlidir. Böyürtkən həm təzə meyvə kimi istehlak olunur, həm də müxtəlif emal məhsullarının hazırlanmasında istifadə edilir. Bu sahəyə marağın artırılması Şərur rayonunda gilən meyvəçiliyin inkişafına, sahibkarların gəlirlərinin yüksəlməsinə və yerli bazarın keyfiyyətli məhsulla təminatına mühüm töhfə verə bilər. Heydər Məmmədov, Rahib Babayev, NTV Xəbər.